Salam, bu günlərim mən Mingəçevir şəhəri üzrə İctimai Nəzarətin sədri olaraq Ətrəbə xanım Mingəçevir şəhərində Heydər Əliyev prospektində yerləşən ofisellərin birindən vətəndaşların şikayəti əsasında gəlmişəm və şikayət bundan asılıdır ki, vətəndaşlarımız bizə ərizə ilə müraciət etmişdilər ki, bəs biz məcburi köçkünlər olaraq 90-cı ildən burada məskunlaşmışıq və çox təəssüf ki, bina artıq yararsız vəziyyətdədir və binanın zirzəmisini su basır. Hətta birinci mərtəbələrə belə sular dolubdur, evlərin içi. Hətta biz sizlərə tanış eləyəcəyik evlərdə yatan xəstələrimizi, evlərin içini və sizlərlə bina sakinləri ilə də inşallah ki, sorğu aparacağıq, öz şikayətlərini sizlərə təqdim edəcəyik. Çox təəssüf ki, çox orqanlara müraciət eləsələr də bilən sakinlərimiz, məcburi köçkünlərimiz, çox təəssüf ki, onların şikayətinə baxılmır. Yararsız olaraq bu binada hələ də onlar yaşamağa davam eləyirlər. İndi biz sizinlə bina sakinlərinin çıxışlarını təqdim edəcəyik. Mən sizə hal-hazırda binanın zəmisini göstərirəm və burada olan, yəni hal-hazırda ifunətiyi, qoxu, nəmişliyi hər biriniz görürsünüz. Yəni buna dəfələrlə lazım orqanlara müraciət etsələr də heç bir orqanlar bura baxmır ki, bura şəxsi mülkdür. Deməli, şəxsi mülkdür deyə bu cəmaət burada xəstəlik tapıb, xəstəlikdən necə deyərlər, xəstələnərək dünyalarını dəyişirlər. İndi biz sizinlə cəmaatın şikayətini qəbul edəcəyik. Yəni, mən hal-hazırda binanın zəmisini gəzirəm və yerdə cəmaata, bina sakinlərinə yaxınlaşıram. Salam aleykum, xoş gördük. Biz hal-hazırda binaya yaxınlaşdıq, sizin zirzəmi ilə əlaqəli, sizin şikayətinizi qəbul eləmişdik. Bina sakini olaraq buyurun, çıxış eləyə bilərsiniz. Valla getmədiyimiz yerlər yoxdur, hər yerə müraciət eləmişik, fövqəladıya, bütün icraya da, hər bir yerə Bakıya qədər bizə baxmırlar. Bax, padvalımız o vəziyyətdədir. Kimə deyirsə, deyir, özəldir, şəxsidir, səhmdarlar kimdir, gəlsin onlar nəsə bir tədbir görsün. Buranın özəl olaraq kim deyirlər sakin? Valla nə bilim deyirlər 90 nəfərdir, 100 nəfərdir, hərə bir söz deyir. Heç bir dəqiq bir söz deyən yoxdur. Binanın bir yiyəsi olduğu bilinmir. Yox, bilinmir. Kim olduğu bilinmir. Bax, bu vəziyyətdədir. Uşaqlar xəstə, hamımız xəstə, qılça xəstəliyi, hamısı revmatizma. Bax, az qalır ki, ilan qurbağa çıxsın padvaldan. O elə bir vəziyyətdədir valla. Bu yayı nətər olacaq bilən yoxdur. Siz də danışardınız bir vətəndaş olaraq, özünüzü təqdim edin. Süleymanova Svetlana. Bax, onun qızıyam qolumda qırıqdır, işləmir bir qol. O baxır mənə. Suyun içindəyik, xəstəlik, revmatizma. Bina deyil, onun başını da çəkin. Heç kim baxmır, hər yerdən gəlib çəkiblər, heç kim baxmır. Elə deyirlər, özəldir, özəldir. Yəsi yoxdur, özəlin yəsi olar da. Bax, suyun içində görürsünüz. Yəqin ki, vaxtı ilə bura özəl olmuyubdur da, düzümü? Yox, dövlətin olub da, sonradan deyirlər ki, özəldir. Kimə müraciət edirik, deyir, özəldir. Qaşqınkoma qədər gəlir, baxır, sıfır gedir. Haralara, biz cavan gəlinlər getmədiyimiz, döymədiyimiz qapılar qalmayıbdır. Dəfələrlə getmiş icralara utana. Ki, bu gəlin, baxın, heç kim. Ərzə şəklində də hər yerə müraciət eləmişik, heç kim baxmır bizə. Görəsən maraqlıdır, dövlətin mülkünü şəxs alaraq, şəxsi eləyib. Mən sizə hal-hazırda binanın görünüşünü çəkirəm ki, həqiqətən də bina nə vəziyyətdədir, çox bərbad vəziyyətdədir. Yəni, bizim cənab prezidentə müraciətimiz dəfələrlə olub deyirlər. Çox təəssüf ki, dövlət orqanlarına da müraciət ediblər. Yəni, burada körpə uşaqlar belə alır. Çox bərbad vəziyyətdədir. Yəni, həqiqətən də sudan mən girə bilmirəm. Yəni, görürsünüz də suyu. Sudan hətta evlərə qalxıb artıq sular. Və görürsünüz nəmişlikdən. Görün nə vəziyyətdədir. İnşallah ki, bu vəziyyətdə qalırlar. Yəni, buna
dövlətin mülkünü alıblar, şəxsi eləyiblər deyirlər, amma kimin olduğunu demirlər. Dövlətə də müraciət olunur. Bu insanlar bax bu vəziyyətdə, görün nə vəziyyətdir. Yəni burada kim qalar? Burada kim sağlam yaşayar? Xahiş eləyirəm. Gör uşaqdır, nə gündədir? Bütün günü həkimlərdədirlər. Əlində uzun dolanda hamısını verir doktorlara. Bax bu vəziyyətdədir. Arada gəlsən deyir ki, boş-bükər arvadlardır da gəliblər. Hələ çox təəssüf ki, hansı orqanlara, dövlət orqanlarına gedirsə, deyirlər yola verin. Qadınlardır da. Allah da deyilsin, yaş yeri. 38 yaşı var. Buyurun, bax. Cavan oğlanın yaşadığı yerdir. Bu vəziyyətdə hansı xanım gələr? Çünki nəmişlikdən ev bu vəziyyətdədir. Nə məcburi köçkün olaraq evlə təmin eləmirlər. Deyirlər ki, hava baxsa, vaxtın düşər, sıran düşər, gələrsən, amma çox təəssüf ki, vaxt vədəsində də kömək eləmirlər. Bəli. Bax, görün nə vəziyyətdir. Görün nə vəziyyətdir, hər yer nəmişlikdir. Binaları gəlib, üstündən eləcənə ört-bastır eləyiblər. Budur düzəltdikləri bina. Düzəltdikləri yəni bina budur. Hər dəqiqə, hər saniyə uçma şəraitində. Sadəcə olaraq üstündən, necə deyərlər, yalandan bəzək və içəri daxil olursan, görürsən ki, ifunət, nəmişlik, su. İnanın ora keçə bilmirəm. Mən çalışdığım qədər, bacardığım qədər istədim ora keçəm, amma çox təəssüf ki, keçə bilmədim. Yəni, sakinlər belə neçəsi var idi ki, sadəcə mən onların yataqda çəkmək istəmədim. Bir vətəndaş olaraq ayıb bildim ki, hal-hazırda yataqdadılar. Ki, onlar yatağa məhkum olublar artıq. Sakinlərin şikayəti əsasında biz gəldik. Bəli, şəhərin düz ortasında, sentrində qaçqınların, məcburi köçkünlərin yerləşdiyi yer bu vəziyyətdədir. Şiferi belə göstərmirəm, nə vəziyyətdədir. Şiferlər belə hamısı nə vəziyyətdədir. Sadəcə olaraq mən çıxdım, şiferin üstünə çıxa bilmədim. Çox xahiş edirəm. Bu sakinlərə, cənab prezidentə şikayətlərini qəbul edir. Və bir də bir şeyi çatdırım ki, bura dəfələrlə sakinlərin özləri bildirdilər ki, bura dəfələrlə çəkiliş qrupası gəlibdir. Çox təəssüf ki, onlara pul ilə susturublar, amma bizi bilirsiniz ki, biz ictimai nəzarət olaraq cənab prezidentin verdiyi qərara əsasən bizim arxamızda duraraq cənab prezident biz ictimai nəzarətin olaraq bütün hər bir şeyi cənab prezidentə çatdırırıq ki, cənab prezident görsün ki, həqiqətən də insanlara məmurlar necə zülm edirlər, əziyyət edirlər. Taş var mı? Ay su ne kadar altı. Ay ağzı. Yəni burada yayda bu şeydə qabağda yaya gedir, bu vəziyyət.